Hər vaxtınız xeyir dostlar, bir məhkəmə xəbəri barədə sizə məlumat vermək istəyirəm. Söhbət TikTokda daha çox Şəkili Pərviz ləqəbi ilə tanınan Alxasov Vahab Vüqaroğlu'ndan gedir. Belə ki, həmin bu şəxs ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə ittiham irəli sürülüb və məhkəməyə göndərilib. Bugün Yasama rayon məhkəməsinə keçirilən prosesdə onun barəsində artıq qərar elan edilib. Qərara əsasən Şəkili Pərviz ləqəbli şəxs 25 sutkalıq həbs edilib. Qeyd edim ki, Şəkili Pərviz ötən günlərin yayımların birində qeyri-etik ifadələrlə yayımlar aparıb və o tanınmış aparıcı Tarix Əleyevin ünvanına xüsusən də xaricdə yaşayan Azərbaycanlı vətəndaşlar, yayımçıların ünvanına nalayiq ifadələr işlətmişdi. Hətta onların ailə üzvlərinin şəkillərini öz səhifəsində paylaşaraq qeyri-etik ifadələr səsləndirmişdi. İndi nə məlumat olacaqsa, mən onları sizlərlə bölüşəcəm. Səhifəni izləmədə qalın.